Qəbələ rayonunun mərkəzi küçələrindən birində qeyd edim ki, Oliqarx küçələrindən birində Qəbələ əyləncə mərkəzinə kanat xəttinə yaxın olan gözəl bir dənə 6 sotda paket kupçalı villamız satışa çıxarılıb. Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Həyət hissəsi, tamet hissəsi mövcuddur və yaşıllıq hissəsi, hovuz hissəsini göstərəcəm. İlk növbədə bu villanın sağ yerində 2 maşınlıq qaraj hissəsi var. Oranı təqdim edim. Sonra villanın içərisini də göstərəcəm. Dəyərli izləyicilərimiz, keyfiyyətin ünvanı olan bir dənə villadır bura. Burada besetka hissəsi var, cam balkonlu, yay, qış fəsli üçün də yararlıdır. İsti döşəməsi var, yəni isti poldur. Burada yaşıllıq zonasıdır, stol stulu qoyulubdur, indi zontika bağlanıb yayda açılır. Həm böyüklər üçün, həm də uşaqlar üçün gözəl hovuz hissəsi var. Həm filtrlidir və qeyd edim ki, isitməsi olan hovuzu var. 4 fəsildə istifadə edə bilərsiniz. Operator çək buranı, bax maşallah. Çaya və dağa, çay 60-70 metrliyindən axır buranı və dağın ətəyində. Hələ 0.5 ilə çəkirik, ona görə biraz uzaq görünə bilər. Heç ona getməyə ehtiyac yoxdur. Saunasına qədər təzə tikili, o hissədə sauna var. Evdə dəyərli izləyicilərimiz, belə qeyd edim ki, o bəzi villalar var satışda. Qardaş, villa kirayə verilməkdən köhnəlibdir. Bax, bu villa onların çox üstünlüyündədir. Belə qeyd edim ki, çünki şəxsi özü üçün remont eləyib, hər bir şəraitin quraşdırılıb, bismillah. Özü üçün, yəni buranı alan şəxsdə yenə də xeyirli olsun. Mən şəxsən əlim getməz ki, buranı kirayə verim. Dəyərli izləyicilərimiz, birinci mərtəbədə zal hissəsidir, mətbəx hissəsidir və sanuzel hamamdan mövcuddur. Belə qeyd edim, çamaşır otağı da var. Bura sanuzel hamamı, çamaşır otağı. Buradan da həm də qeyd edim ki, zala, üzr istəyirəm, zala deyim, qaraja çıxış var. Bura mətbəx hissəsidir. Dəyərli izləyicilər, gördüyünüz kimi mebelə hər bir şərait, gördüyünüz nə varsa burada, hamısı qalacaq. Buradan da besetka hissəsinə belə deyək ki, çıxış hissəsi var. Qapı qoyulubdur rahatçılıqla. Nə əşya varsa hamısı qalacaq. Zövqlüdür, belə deyim. Aboyundan tutmuş, bu yerində döşədikləri kermogranitnə kimi hamısına rəng uyumluluğu var. Bu da çox gözəldir. Çox adam, belə bir şey deyim ki, pulu var, zövqü yoxdur, amma maşallah buranı xərclə qoyublar, amma zövqlü qoyublar, o da çox gözəldir. İkinci mərtəbədə dəyərli izləyicilər, 3 dənə yataq otağı mövcuddur və yataq otaqların ikisindən çox gözəl dağa panoraması var. İkinci mərtəbənin sanuzel hamamı da mövcuddur, oranı da göstərsin operator sizin üçün. Otaqlarda kondisionerləri, televizorları, hər bir şəraiti var. Gördüyünüz qeyd etdiyim kimi, nə varsa da qalacaq. Gəl operator, buradan da göstər. Səhər-səhər bir durmusan, kofevi gətirdim burada, balkonda özün üçün qoyub içirsən. Hələ buranın qarı var, buranın yay vaxtı gözəl yaşıllığı olan vaxtları var. Bunlar hamısı, maşallah, onlar bu villanın dəyərini artıran bir şeylərdir. Bura ikinci yataq otağı və dəyərli izləyicilərimiz, üçüncü, sonuncu yataq otağı. Buradan da balkona çıxışı var. Ətraflı məlumat üçün səhifədə, videonun altında da qeyd edəcəm nömrəni, zəng eləyirsiniz. Qiymətlə bağlı burada qeyd etmirəm. Niyə qeyd etmirəm? Bəzən elə olur ki, qiymət necə deyim, kimsə başqa qiymət qoya bilər. Biz yəni buranın qiyməti, sahibi nə desə, inşallah sizi əlaqələndirəcək. Birbaşa sahibi ilə danışacaq, baxdıqdan sonra, reallaşdıqdan sonra. Alana da satana da xeyirli olsun. Sağ olun, salamatla qalın.